Adım Gülə. Bugün sizə çox maraqlı və faydalı bir mövzu gətirmişəm. Azərbaycanlıların ingilis dilində etdiyi 7 ən əsas səhv. Bu səhvləri bilsəniz və düzəltsəniz, danışığınız çox peşəkar səslənəcək. Hazırsınız? Başlayaq. Bizim ən birinci səhvimiz I agree demək əvəzinə I am agree deyirik. Çünki unuduruq ki, agree feildir və feilin yanında əlavə olaraq am lazım deyil. Məsələn, I agree with you. Səninlə razıyam. She goes to school every day əvəzinə she go to school every day deyə bilirik. Çünki unuduruq ki, ingilis dilində üçüncü şəxsdə feilin sonuna s əlavə olunur. Üçüncü şəxs isə he, she, it. People are happy yerinə people is happy deyirik. Niyə? Düşünürəm ki, yadımızdan çıxır ki, people cəmdir. Person isə təkdir. Yəni, bu deməkdir ki, people are olacaq, person is olacaq. Dördüncü səhvimiz he is a doctor demək əvəzi he is doctor deyirik. Yəni, bizim artikellar ümumiyyətcə yadımızdan çıxır. Çünki öz dilimizdə o artikellər yoxdur deyə ingilis dilində də istifadə eləmir. Düzdür, bu elə də qlobal və böyük bir səhv deyil. Onlar belə danışanda artikelləri çox vaxt yeyir və ya tez tələffüz edirlər, eşidilmir. Ancaq unutmayaq ki, peşələrdən əvvəl artikellər istifadə olunur. Məsələn, I'm a teacher. We discussed it demək əvəzinə we discussed about it istifadə edirik. Halbuki discuss something olmalıdır. Discuss about işlənilmir. I really like it demək əvəzi I very like it deyirik. Unutmayın ki, feili gücləndirmək üçün really istifadə olunur. Very'nin yanında isə sifət olmalıdır. Yəni, very daha çox sifətin gücləndirməsinə baxır. 7-ci və ən çox etdiyimiz səhv isə he is married to Sarah demək əvəzi he is married with Sarah deyirik. Halbuki ölkədə evlilik, evlənmə, ərə getmə, toy temaları çox müzakirə olunur və biz bu səhvi aradan qaldırmalıyıq. Unutmayın ki, ingilis dilində bir nəfərin başqa birisi ilə evliliyi barədə danışırsınızsa, married sözünün yanında to olmalıdır. With və ya başqa bir şey olmasa da olar. Bax, gördünüz, əslində bunlar çox sadə səhvlərdir. Ancaq danışığımızda tez-tez olur. Əgər siz də bu səhvləri edirsinizsə, o zaman indi düzəltməyin əsl vaxtıdır. Videonu bəyəndinizsə, like edin və əlbəttə ki, kanala abunə olmağı unutmayın. İstəsəniz, dostlarınızla da paylaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.